Mütaliə çox vacibdir. Mütaliə demişkən bizim oxumağa dəyər rubrikamız var ki, çox dəyərli Mürşid müəllimin təqdimatında siz eşidirsiniz, dinləyirsiniz. Bu dəfə də Lev Tolstoy Anna Kareninadan danışacaq Mürşid müəllim. Çox möhtəşəm bir əsərdən. Mürşid müəllim, sabahınız xeyir olsun. Xoş gördük sizi. Görməyə çox şadıq. Xoş gördük sizi. Bəli, tamamilə doğru vurguladınız. Oxumağa dəyər rubrikası efirdədir və Lev Tolstoyun Anna Karenina əsəri haqqında danışacağıq. Çox maraqlıdır ki, hal-hazırda indiyə qədər ən məşhur top reytinqlərdə, ədəbiyyat reytinqlərində bu məhəbbət əsəri, sevgi əsəri ən yüksək pillələrdədir. Faciəvi əsərdə, amma belə baxanda hansı məhəbbət əsəri faciə ilə bitmir ki, bu bizim dastanlarda da var, əsərlərdə də var. Maraqlı faktlardan biri odur ki, Lev Tolstoy bu kitabı yazanda bunu ilk olaraq kitab şəklində nəşr etməyib. Bu əsər hissələr şəklində jurnalda dərc olunub. Müasir dildə desək, sanki bir serial kimi. Və insanlar maraqla, intizarla bu əsəri, növbəti hissələrini gözləyirdilər. Qraf Tolstoy özü isə 4 il müddətində bu əsəri yazarkən əslində çox bezib yorulmuşdu. Həm qəhrəmana, həm əsərin özünə, belə desək, hətta nifrət bəsləyirmiş. Əsərin özünə yanaşsaq, əlbəttə bu faciəli bir əsərdir. Anna Karenina kimdir? Xanımdır, evli xanımdır, onun həyat yoldaşı yüksək dövlət məmurudur, onların bir evladı da var və o gözlənilmədən gənc, yaraşıqlı bir zabitə, Aleksey Vronskiyə aşiq olur və çox maraqlı səhnə var əsərdə, deməli bal, möhtəşəm bir bal səhnəsi və onların orada rəqsi, Vronski ilə Kareninanın rəqsi sanki onların bir məhəbbətinə, sevgisinə bir işarədir. Əlbəttə ki, bu münasibət tezliklə bütün şəhərə yayılır. Hamı onlardan danışır, insanlar onlardan danışır və bu münasibət əlbəttə ki, istiqabul olunmur. Çünki evli xanımla subay oğlanın sevgi münasibəti heç də yaxşı bir, doğru bir addım sayılmır. Anna'nın həyat yoldaşı çalışır ki, bu münasibəti kəssin, onu hətta bağışlayır, lakin sevgi, məhəbbət daha güclü olur, Anna'nın sevgisi. Və gələcək bədbəxtliklərin də bir növ təməli də bununla qoyulur. O hər şeyə qurban verməyə hazırdır, yalnız Vronski olan sevgisini yaşatmaq üçün. Çoxlu dedikodular olur, əlbəttə ki, çoxlu onun haqqında sözlər deyilir, amma o onun heç birinə baxmır. Maraqlı bir məqam da var ki, sevgi olan yerdə qısqancılığı da olur və o böyük qısqancılıqla Vronskini qısqanır. Əslində qısqanmağa dəyər, çünki o özü biraz əhlikef oğlandı və anası da onu bir gənc və zadəgan, varlı bir ailənin qızını evləndirmək istəyir və bütün bunlar əlbəttə onun psixoloji durumuna təsir edir. Anna Karenina belə deyək, ədəbiyyatda yazıq, bədbəxt, itirilmiş bir qadın obrazıdır və qarşıdakı faciə də ona bir işarədir. Əsərlə bağlı çoxlu filmlər, seriallar çəkilib. Ən məşhurlarından biri də 2012-ci ildə çəkilən filmdir. Burada baş rolu bənzərsiz Keira Knightley ifa edir. Mən bənzərsiz deyəndə biraz üzr istəyirəm kino həvəskarlarının, çünki adətən onu Natalie Portmanla oxşadırlar. Amma doğrudan da onun həm oyunu, həm film özü, operator işi, rejissor işi çox möhtəşəmdir. O hətta bir neçə Oscar və BAFTA mükafatına layiq görülüb. Bir çox ekspertlər bu kitabı əslində 2-1-ində roman adlandırırlar. Çünki burada əsas qəhrəmanlarla yanaşı ikinci bir ailə də var, ikinci bir cütlük də var. Bu Konstantin Levinlə Kitty cütlüyüdür və ekspertlər çoxsu eyni qərara gəlir ki, həmin o Konstantin Levin dediyimiz böyle Lev Tolstoyun özüdür. Çünki o da zadəgandır, torpağa bağlıdır, ailəyə bağlıdır, ailə dəyərlərinə bağlıdır, idealistdir, özünün onun fəlsəfi fikirləri var və bu Vronski ilə müqayisədə əslində tamam bir əks qəhrəmandır. Oxumağa dəyər doğrudan bir əsərdir və mən bu kitabdan birinci cümləri əslində oxumaq istərdim sizə, çünki bu bir sitata çevrilib. Cümlə isə belədir. Bütün xoşbaxt ailələr bir-birinə bənzəyirlər. Bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. Və elə bununla da mən fikirləşirəm ki, bütün tamaşaçılar bu kitabı oxuya bilərlər. Çox maraqlı kitabdır. Bugünlük bu qədər. Mən isə sözü hörmətli, dəyərli aparıcılarımıza ötürürəm. Təşəkkür edirəm. Çox sağ olun, çox təşəkkür edirik sizə. Mən açığı oxumamışam Anna Kareninanı, amma mütləq şəkildə oxuyacağam. Elə Mürşid müəllimin dediyi birinci cümlə hamımız yəni ki, sosial şəbəkədə falan hər yerdə çıxıb qarşımıza bu cümlə. Çox rastlaşmışıq. Hər kəs də paylaşıb. Çox görmüşəm mən bunu statuslarda falan. Doğrudan da çox kulta çevrilmiş əsərlərdən və mən səhv eləmirəmsə, Mürşid müəllim bu barədə çəkilən filmlərdən də danışdı. Mən Netflix platformasında
haqqında da ya filmmi, ya qısa bir serialmı bu barədə olmalıdır. Mən onun bir anonsunu da görmüşdüm. Bir də diqqətimi çəkdi. Tarixin istənilən dövründə bütün əsərlərdə analar eynidir. Odronskinin anası, o qızın oğluma yaxşı yerdən qız alım, başım bırax o evli xanımın belə necə deyərlər, düşüncə tərzini orada da gördüm. Yəni bizə biraz Ana-anadır. Ana-anadır, biraz özümüzə də yaxınlıq. Hansı dövrdə yaşamasından asılı olmayaraq, hansı şərtlərdə? Bəli, Zarafat bir qırağa doğrudan da yəni çox möhtəşəm bir əsərdir və mən mütləq şəkildə indi bir neçə kitab var mənim oxumalı olduğum. Onları bitirdikdən sonra Anna Kareninaya da keçəcəm və bir daha Mürşid müəllimə təşəkkür edirəm. Təşəkkür edirəm Mürşid müəllim. Tolstoy burada həm də göstərir ki, insanın bəzən fəlakəti elə ağlı ilə ürəyinin arasında qalanda o savaşdan başlayır. Bu çox böyük bir savaşdır, ağılla ürəyin arasında qalmaq. Əsər gözəl əsərdir. Mürşid müəllimin tövsiyəsi ilə oxumayanlar varsa aranızda mütləq oxuya bilərsiniz.